قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قد أفلح من تزكى وذكر اسم ربه فصلى صدق الله العظيم. Möhtərəm möminlər, Ramazan bayramı İslamın əsas bayramlarından biridir. Bayram ümumiyyətlə sevinç və şadlıq günü, insanlar arasında dostluq və qohumluq əlaqələrini möhkəmləndirən, şəfqət, mərhəmət və fədakarlıq duyğularını artıran gözəl bir gündür. Ramazan bayramı isə iman qardaşlığının həqiqi təzahürüdür. Bugün biz uca Rəbbimizə ibadət etmək üçün eyni məkandayıq. Eyni qibləyə doğru yönəlmişik və çiyin-çiyinə, eyni cərgədə dayanmışıq. İşlərimizi kənara qoyub, hamılıqla və bütün səmimiyyətimizlə Allah-u Teala'nın huzuruna gəlmişik. Əziz möminlər, bayramlarda, xüsusilə də Ramazan bayramı günlərində cəmiyyətdə vəhdət duyğuları və ictimai şuur özünün ən yüksək zirvəsinə çatır. Ramazan ayı boyunca təşkil olunan iftar süfrələri sayəsində formalaşan ictimai vəhdət, birlikdə qılınan bayram namazı ilə daha da möhkəmlənir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bugün ilk işimiz namaz qılmaqdır buyuraraq həm cəm halında qılınan bayram namazının əhəmiyyətini qeyd etmişdir. Rasulullah sallallahu aleyhi ve sellem bayram günündə bütün müsəlmanların birlikdə namaz qılmalarını istədiyi üçün namazları müsəlla adlanan geniş bir ərazidə qıldırardı. Beləcə, müsəlmanlar Ramazan ayı onlara bəxş edilən uca Allaha vəhdət halında şükr edərdilər. Açılan bayram süfrələrində bir ay boyu aclıq və susuzluqla imtihan olunan möminlər Allahın verdiyi ruziləri dadaraq ona həmd sana edirlər. Bu mənada Allah Resulü sallallahu aleyhi ve sellem bayramların yemə, içmə və uca Allahı zikr etmə günləri olduğunu qeyd edərək həm bayram süfrələrinin təşkil edilməsinin əhəmiyyətini vurğulamış, həm də bu günlər ərzində bütün nemətləri bizə bəxş edən Rəbbimizi xatırlamağın böyük savab olduğunu bildirmişdir. Başqa bir hədisdə isə belə buyurulmuşdur. Bayramları təkbir, Allahu Ekber demək, təhlil, la ilahe illallah demək, təhmid, Allah həmd etmək və təqdislə Allahı müqəddəs saymaqla zinətləndirin. Əziz möminlər, İslamda Ramazan və bu qurban bayramlarının yaranması bu şəkildə baş vermişdir. Allahın elçisi sallallahu aleyhi ve sellem Mədinəyə gəldikdə Mədinələrin bayram etdikləri 2 gün var idi. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bu 2 günün xüsusiyyətini soruşduqda Mədinəlilər cahiliyyə dövründə biz bu 2 gündə bayram edirdik dedilər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu eşitdikdə belə buyurdu. Allah o 2 günün əvəzinə sizə daha xeyirlisini vermişdir. Biri qurban, digəri isə Ramazan bayramıdır. Əziz müsəlmanlar, Ramazan ayı boyunca Rəbbimizə qarşı vəzifələrimizi gücümüzün çatdığı qədər yerinə gətirməyə çalışdıq. Uca Rəbbimizə qul olmanın şuuru içində günahlarımızdan tövbə və istiğfar etdik. Bu ayda yenə Uca Rəbbimizdən qəlblərimizin pisliklərdən təmizlənməsini, nəfsimizin paşlanaraq qurtuluşa çatmamızı istədik və inşallah Allahın lütfu ilə təmizlənən, Rəbbinin adını zikr edib ona qulluq edən kimsə şübhəsiz ki, qurtuluşa çatmışdır. Ə'lə surəsi 14-15-ci ayəsinin məalındakı müjdəsinə nail olduq. Əziz Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, ağıllı kimsə özünü daima hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı isə nəfsinə, istək və arzularına uyan, olmayacaq şeyləri Allahdan gözləyəndir. Dəyərli din qardaşlarım, biz məhz gözəl əxlaqı tamamlamaq üçün göndərilən və bir-birinizi sevmədikcə iman etməzsiniz. Qonşusu ac ikən tox yatan şəxs kamil mömin deyil deyən Həzrət Peyğəmbərin sallallahu aleyhi ve sellemin ümmətiyik. Buna görə də Ramazan bayramının namazını qıldıqdan sonra dostlarımıza, şəhid yaxınlarına və qazilərimizə, qohum qonşuya baş çəkib, onların da bayramlarını təbrik etməli, valideynlərimizin könüllərini sevindirməli, imkan daxilində
kasıb və yoxsullara, yetimlərə, ehtiyacı olan şəxslərə maddi və mənəvi dəstək göstərməli. Allah rızası üçün bir-birimizi sevməli, küsülü olduğumuz şəxslərlə barışmalı, küsülü olanları isə barışdırmalıyıq. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Bir müsəlmanın din qardaşından 3 gündən artıq küsülü qalması halal deyildir. Bayram günlərində səhər tezdən durmaq, qüsl alaraq təmizlənmək, ətirlənmək, gözəl paltar geyinmək, Allahın nemətlərində şükr edərək sevinmək, qarşılaşan şəxslərə təbəssüm etmək, daha çox sədəqə vermək, bayram gecələrini ibadətlərə oyaq keçirmək bəyənilən əməllərdəndir. Bu əziz günlərdə müsəlmanların bir-birini təbrik etməsi, bir-birinə "Ğaffərallahu lənə ləkum", Allah bizi və sizi bağışlasın və ya "Təqabbalallahu minnə və minkum", Allah sizdən və bizdən qəbul etsin kimi dualar etməsi də dinimiz baxımından bəyənilən əməllərdəndir. Bundan əlavə, bayram günlərində kin və həsəddən uzaq olmalı, qardaş kimi yaşamalıyıq. Bu barədə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurur. Bir-birinizə kin bəsləməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizdən üz çevirməyin. Ey Allahın bəndələri, qardaş olun.